Salam, mən süni intellekt vasitəsilə yaradılmış müxbirəm. Bəs sizcə, sizin işinizi əlinizdən ala bilərəmmi? İndi insanlar iki yerə ayrılıb. Süni intellektin işsiz qoyacağından qorxanlar və artıq bu texnologiyanı öz xeyrinə işlədənlər. Əgər siz hələ də mənim işim mənə bəsdir deyirsinizsə, pis xəbərimiz var. Sizin iş masanızda artıq görünməz bir rəqib əyləşib. Amma tələsməyin, bu son deyil. Sadəcə yeni bir başlanğıcdır. Əgər işiniz yalnız rəqəmləri köçürmək, cədvəlləri doldurmaq və ya eyni marşrut üzrə hərəkət etməkdirsə, süni intellekt sizin üçün artıq istefa ərizəsini yazıb. Çünki o yorulmur, çay fasiləsi istəmir, maaş tələb etmir. Bəs bu rəqəmsal fırtınadan kimlər sağ çıxacaq? Bəzi sahələr var ki, onlar yavaş-yavaş dövriyyədən çıxacaq. Bu sahələr əsasən standart işlər görənlər, texniki işləri görənlər, hansı ki, gündəlik rutin işləri həyata keçirirlər. Orada hər hansı bir yaradıcılığı yoxdur, xüsusi işləri yoxdur. Zamanla bu rutin işləri süni intellekt və süni intellektlə birlikdə avtomatlaşdırma da o işləri dövriyyədən çıxara bilər, amma bu çox qısa müddətdə olmayacaq, uzun zaman periodunda olacaq. Bir çoxu elə bilir ki, süni intellekt rəssam kimi rəsm çəkir və ya bəstəkar kimi bəstələyir. Amma əslində o sadəcə milyonlarla datanı kopyalayır. İnsanı fərqli edən isə o dataların içindəki ruh və qayda pozan ideyalardır. Uzun sözün qısası, alət dəyişsə də usta eynidir. Əsl yaradıcı insanlar, əsl dəyərlərə sahib olan insanların hansısa formada süni intellektin gətirdiklərindən təsirlənəcəyini düşünmürəm. Əksinə isə süni intellekt bir alət kimi baxmaq və onun imkanlarından istifadə edərək daha qısa müddətdə daha çox iş görmək imkanı var. Hansı ki, yenə də bir insan öz ideyalarını süni intellekt proqramlarına tətbiq edərək daha gözəl dəyərlər, daha gözəl işlər ortaya qoyar. Alqoritmin anlaya bilmədiyi tək bir yer var: insan qəlbi. Süni intellekt milyonlarla sözü tərcümə edə bilər, amma bir ananın baxışındakı nigarançılığı və ya iki diplomatın arasındakı soyuq müharibəni hiss edə bilməz. Bax elə buna görə də bəzi peşələr üçün ölüm hökmü çıxarmağa görə hələ çox tezdir. İnsanın hansı hisslərini modelləşdirə bilmir? Duyğu hissləridir, vicdan, mərhəmət hissi. Məsəl üçün, hakim qərar qəbul edir. Hakim yalnız cinayət məcəlləsi ilə törədilmiş cinayət arasındakı uyğunluğu deyil, onun qərar qəbul edəndə çoxlu faktorlar var. Diplomatiyada bədən dili var. Onu süni intellekt necə modelləşdirə biləcəkdir? Məsələn, müəllimliyi deyirlər əvəz edəcəkdir. Müəllimlik qeyri-mümkündür. Müəyyən bir şeyləri öyrətmə prosesində əvəz edə bilər. Amma müəllim uşağın potensialını aşkara çıxarır. Əgər universitetdə öyrəndiklərinizdən ömür boyu maaş alacağınızı düşünürsünüzsə, yanılırsınız. İndi diplomlar qida kimidir. İstifadə müddəti çox qısadır. Hər an bir texnologiyanı öyrənib deyəsiniz ki, mən 30 il bundan məşğul olacağam. Elə bir şey yoxdur. Və texnologiya, bu klassik elmlər deyil ki, çox gec dəyişsin. Texnologiya, indiki real həyatda keçən ilki texnologiya bu il artıq köhnəlib. Tədrisdə də elədir. Tədrisdə xüsusilə informasiya kommunikasiya texnologiya sahəsində olan yetişdirilən mütəxəssislər, hazırlanan mütəxəssislər genəlliklə tamamilə başqa texnologiyalar çıxır. Gələk ən çox şişirdilən qorxulara. Əgər illərlə oxuyub öyrəndiyiniz sənət sadəcə iki şəkli birləşdirmək və ya hazır şablonlara rəng verməkdirsə, bəd xəbərimiz var. Süni intellekt sizin 10 ilə yığdığınız portfolyonu cəmi 10 saniyəyə sıfırlaya bilər. Bugün bir çox qrafik dizayner, copywriter və ya kod yazan robotlaşmış insanlar üçün zəng çalınır. Çünki süni intellektin rəqibi sənətkar yox, sənəti kopyalayanlardır. Amma unudulan bir şey var. Alqoritmlər nəyə edəcəyini bilir, amma niyə etdiyini anlamır. Sonda reallıqla üzləşək ki, süni intellekt kiminsə işini əlindən almır. O, sadəcə yerində sayanları keçmişdə qoyur.